İyunun 27-si Bakıda UFC Fight Night turniri baş tutacaq. Azərbaycanda ikinci dəfə keçirilməsi planlaşdırılan yarışda ölkəmizi 3 döyüşçü təmsil edəcək. Onların arasında bu yaxınlarda UFC ilə müqavilə imzalayan Fərman Həsənov da var. Peşəkar karyerasında ilk döyüşünü 2022-ci ildə paytaxtımızda keçirən 30 yaşlı atlet qələbə qazanıb. Növbəti illərdə Amerika Birləşmiş Ştatlarında 3 döyüş keçirən həmvətənimiz sözügedən duellərin hər birində qəfəsdən qələbə ilə ayrılıb. Məğlubiyyətsizlik seriyası 5 döyüşə bərabər olan idmançı yenidən doğma torpağa qayıdıb. O, yarımorta çəkidə ABŞ-dən olan Erik Nolanla mübarizə aparacaq. ABŞ-nin Miami şəhərində təlim məşq toplanışını keçən, ardınca vətənə dönən və hazırlıqlarını burada davam etdirən Fərman Həsənov sözügedən qarşılaşmanın onun karyerasında vacib sınaq olacağını söyləyib. Hazırlıq prosesim yaxşı keçdi. Mart ayından demək olar 2 aydan çoxdur Amerikadaydım. Və 2 gün öncə qayıtmışıq İbrahim müəllimlə. Hazırlıq prosesi Amerika Top Team Miami'də, yəni dünyanın bir nömrəli zallarından biridir. Hər şey yüksək səviyyədə keçdi. Tam hazır qayıtmışıq vətənə. İlk döyüşümü də qələbə ilə bitirmək inşallah. O da böyük bir addım olacaq karyeramda. Böyük bir uğura yol açacaq. Və həmçinin də bunun vətəndə olmağı, Bakıda olmağı mənim üçün belə deyim, yəni böyük bir addımdır. İnşallah ki, qalib gələcəyik. Fərman Həsənovun məşqçisi İbrahim Məmmədəliyev yetirməsinin hazırlığının yüksək səviyyədə keçdiyini bildirib. Fərman 2 ay Miami'də təlim məşq toplanışında iştirak edib. Axırıncı 3 həftəyində mən qoşuldum ona kontrol eləmək üçün bütün sparingləri, fiziki hazırlığı, əsasən sparinglərə üstünlük verirdi. American Top Team komandası dünyanın ən güclü komandalarından biridir. Dünyanın ən aparıcı döyüşçülər, UFC çempionları, Dustin Poirier kimi, Movsar Evloev kimi tanınmış idmançılar hamısı orada məşq keçir və o bizə böyük bir şərait yaradıb ki, oradan daha yaxşı formada qayıdaq. Xatırladaq ki, Bakıda gerçəkləşəcək UFC Fight Night turnirində digər təmsilçilərimizdən Rafael Fiziev, Meksikalı Manuel Torres, Nazim Sadıqov isə Braziliyalı döyüşçü Mateus Camilo ilə qarşılaşacaq.